Salam, əziz TKT tələbələri. Hər birinizi salamlayıram. Bugün biz sizinlə bişirmə elminin dərinliklərinə inəcəyik, amma heç qorxmayın, bunu ən sadə, hər kəsin başa düşəcəyi dildə edəcəyik. Gəlin başlayaq. Yəqin ki, bu mənzərə sizə çox tanışdır, elə deyilmi? Ən yaxşı resepti tapırsınız, hər şeyə dəqiqliklə edirsiniz, amma bir dəfə bifstek ağızda əriyir, o biri dəfə isə rezin kimi olur. Bəs niyə? Gəlin deyim, bunun sirri heç də sehirdə zatda deyil. Cavab sadə fizikadadır. Bəli, tam olaraq belə. Əsli sir heç də reseptin özündə deyil, fizikadadır. Baxın, reseptlər bizə sadəcə bir xəritə verir, yolu göstərir. Amma oyunu idarə edən, qaydaları qoyan fizikadır. Əgər siz bu qaydaları başa düşsəniz, o zaman mətbəxdə əsl nəzarət sizin əlinizdə olacaq. Yaxşı, gəlin işin əsasına keçək. Hər şeyin başlanğıcı nədir? Əlbəttə ki, istilik. Bəs bu istilik tavadan, sobadan yeməyə əslində necə gedib çatır? Gəlin bunun yollarına bir-bir baxaq. Birinci üsulumuz konduksiya, yəni təmasdır. Adından da göründüyü kimi, burada hər şey birbaşa toxunmayla baş verir. Enerji isti bir obyektdən, məsələn qızmar tavadan, üzərindəki soyuq yeməyə birbaşa keçir. Bu qədər sadə. Bunu daha yaxşı anlamaq üçün təsəvvür edin ki, dostunuza beşlik çaxırsınız. Sizin əlinizin enerjisi birbaşa onun əlinə keçir, elə deyilmi? Konduksiyada eynən belədir. İsti tava steykə toxunan kimi istiliyi ona ötürür. Birbaşa, dərhal. İndi keçək ikinci üsula, konveksiya, yəni dövriyyə. Burada istilik özü bir yerdən başqa yerə getmir, onu nəsə daşıyır. Məsələn, su və ya hava. Təşəvvür edin, qazanda su qızanda, isti su yuxarı qalxır, soyuq su isə onun yerini tutmaq üçün aşağı enir. Bax, bu hərəkət, bu dövriyyə istiliyi bütün qazana yayır. Buna ən yaxşı nə ilə izah etmək olar? Saç qurutma feni ilə. Fen özü isti deyil. O sadəcə isti havanı üfürür və o hava sizin saçınızı qurudur. Yəni, istiliyi daşıyan məhz havadır. Qaynayan suda makaronların aşağı-yuxarı hərəkət etməsi ya da konveksiyalı sobaların yeməyi hər tərəfdən eyni dərəcədə bişirməsi, hamısı bu prinsipə görədir. Və nihayət, üçüncü üsul, radiasiya, yəni şüalanma. Bu digərlərindən tamamilə fərqlidir. Burada nə birbaşa toxunma var, nə də istiliyi daşıyan hava ya da su. İstilik sadəcə enerji dalğaları şəklində birbaşa mənbədən hədəfə doğru şüalanır. Ən gözəl nümunə nədir bilirsiniz? Günəşdə qaralmaq. Siz günəşə toxunmursunuz. Aranızda milyonlarla kilometr var. Amma onun istiliyini dərinizdə hiss edirsiniz. Çünki enerji şüalarla gəlir. Manqalın qızarmış kömürləri və ya sobanın üst spiralı da eynən bu şəkildə işləyir. Toxunmadan isidir. Yaxşı, istiliyin yeməyə necə çatdığına artıq başa düşdük. Bəs sonra o istilik yeməyin içinə girəndə nə baş verir? Gəlin indi yeməyin özündə baş verən o möcüzəvi dəyişikliklərə, bir növ kimyəvi çevrilmələrə baxaq. Burada qarşımıza çıxan ilk vacib proses koagulyasiyadır. Qəliz səslənir, elə deyil, amma əslində çox sadədir. Bu, ət və ya yumurta kimi zulalla zəngin məhsullarda baş verir. İstilik zulal molekullarını sanki açılmış iplər kimi bir-birinə dolaşdırır və nəticədə onlar bərkiyir. Baxın, bunu yadda saxlamağın ən asan yolu əzələlərin yığılmasıdır. İdman edəndə əzələlər necə gərginləşir və bərkiyirsə, zülallar da istidə eynən o cür yığılır. Çiğ yumurtanın ağının o şəffaf haldan bərk, ağ vəziyyətə gəlməsi koagulyasiyanın ən bariz nümunəsidir. Sonra isə gəlir hamımızın sevdiyi bir proses, karamelizasiya. Bu nədir? Bu, şəkərin istidən o gözəl, qızılı qəhvəyi rəngə çevrilməsi və o möhtəşəm, dərin, şirin dadları ortaya çıxarmasıdır. Tək şəkər tozu deyil ha, məsələn, soğanı qovuranda onun şirinləşməsi də karamelizasiyanın bir növüdür. Mən buna yeməyin makyajı deyirəm. Necə ki, makyaj üzə rəng və ifadə qatır, karamelizasiya da yeməyə o gözəl qızılı rəngi və cəlbediciliyi verir. Yeməyin həm görüntüsü dəyişir, həm də dadı. Yaxşı, bütün bu fizikanı, kimyanı öyrəndik. Bəs bunun bizə nə xeyri var? Əsas məsələ də elə budur. Bütün bu biliklər bizə nəzarəti ələ almaq imkanı verir. İndi gəlin görək necə. Gəlin çox sadə bir nümunəyə baxaq. Suda bişirmək. Amma necə? Baxın, bir yanda 100 dərəcədə qabarcıqlar çıxaran fırtınalı qaynar su var. Digər yanda isə təxminən 70-80 dərəcədə sakit, həzin hərəkət edən poşet suyu. Fərq nədir? Fərq hər şeydir.
Və bu fərq bizi birbaşa ən vacib məsləhətə gətirib çıxarır. Xüsusilə yumurta kimi zərif bir şeylə işləyirsinizsə, xahiş edirəm, suyu dəli kimi qaynatmayın. Bu edə biləcəyiniz ən böyük səhvlərdən biridir. Bəs niyə? Səbəbini artıq bilirsiniz. Koagulyasiya. Aqressiv, yüksək istilik zülalları şoka salır, onları o dəqiqə büzüşdürür, yəni öldürür. Bu zaman zülal içindəki bütün suyu, bütün şirəsini sıxıb kənara atır. Nəticə, rezin kimi sərt bir yumurta. Amma sakit, zərif istilik zülallarla yumuşaq davranır. Onların yavaş-yavaş bərkiməsinə, şirəsini içində saxlamasına imkan verir. Nəticə isə incə, zərif bir tekstura olur. Yaxşı, deməli, bütün bu danışdıqlarımız bizi hara gətirib çıxarır? Aşpazın əsl gücü nədədir? Gəlin yekunlaşdıraq. Baxın, aşpazın əsl gücü sadəcə reseptləri əzbərləmək deyil. Əsl güc prosesin niyəsini başa düşməkdir. Bu prinsipləri anladığınız an, siz artıq reseptin əsiri olmaqdan çıxırsınız. Siz artıq mətbəxdə öz qərarlarını verən, problemləri həll edən və hətta yeni şeylər yaradan birinə çevrilirsiniz. İdarə etmək sizin əlinizə keçir. Və sonda sizə bir sualım var. Bu, sadəcə bir sual deyil, həm də bir tapşırıqdır. Bugün ya da növbəti dəfə mətbəxə girəndə bir anlıq düşünün. Mən indi şüurlu olaraq hansı fizika qanunundan istifadə edirəm? Konduksiya, konveksiya, yoxsa temperaturu idarə edərək, koagulyasiyaya nəzarət edirəm? Cavab sizin özünüzdədir.